su gəlmir. Qışda partlayır, yayda partlayır. Su problemində əziyyət çəkirik. Hər birimizdə yəni məcbur olduq cibimizdən alaq. Kürdəmirdə növbəti dəfə magistral su boru xətti partlayıb. Rayon mərkəzi daxil olmaqla rayonun 6 kəndi susuz qalıb. Hadisə Ağsu-Bəhrəmtəpə yolunun Külülü-Kürdəmir magistral su xəttinin 28-ci kilometrliyində rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb. Belə ki, qəza diametri 500 mm olan borunun partlaması nəticəsində qeydə alınıb. Qəza yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində işlər həyata keçirilib. Biz nə qədər maşınla yandan su almalıyıq? Belə olmaz axı. Tez-tez olur belə hallar. Bu qış ayında olub, yayda olub. Tez-tez partlayır da bu. Nə bilim durmadandır, nədəndir, hara buraxırlar, bilmirəm valla. Bəlkə də nə bilim mən, buraxırlar, meyvəyə sürürlər, nağarırlar. Xahiş edirəm buna bir əncam çəkilsin. Sudur da qardaş, su təmizlikdir. Bir şey ki bunu devlətimiz ayırıbsa bu suyu bizə, yəni bu suyu da xahiş edirəm ki çəksinlər normal 10 gündən bir süt yanar. Özü rayondur, isti rayondur. Valla dözmək olmur. Dərdimizi kimə deyək, hara deyək dərdimizi bilmirik. Qeyd edək ki, Külülü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun 8460 abonenti və ümumilikdə 21000 sakini içməli su ilə təmin edir. Magistral xətt rəhbərlik tərəfindən tam nəzarətə götürülmüş. Təxminən 1.2 kilometr hissəsində magistral şəbəkənin tez-tez qəzalar baş verir. Bu qəzaların aradan qaldırılması üçün artıq cari ilin sonuna qədər layihə smetası hazırlanmış. Magistral xəttin 1.2 kilometr tam belə deyək, tam şəkildə əsaslı təmin olunub. Bu qəzaların aradan qaldırılması minimuma endiriləcəkdir. Nizami Rəsulov, Aqil Əsədov, Musa Qəmbərov, xüsusi olaraq Dinas TV üçün.